17-22 may 2026-cı il tarixində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq çərçivəsində media nümayəndələri üçün VUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə VUF13 dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu mövzusunda məlumatlandırma sessiyası keçirilib. Tədbirdə iştirak edən 50-yə yaxın media nümayəndəsinə VUF13-ün əsas mövzusu olan hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri barədə məlumat təqdim edilib. Sessiya zamanı səmərəli və daha effektiv işıqlandırma üçün istiqamətlər və tövsiyələr verilib. Məlumatlandırma sessiyasında iştirak edən Medianın İnkişaf Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinə müraciət edərək qeyd edib ki, VUF13 çərçivəsində keçirilən tədbir dayanıqlı şəhərsalmanın inkişafı ilə medianın məsuliyyətli və maarifləndirici rolunun vəhdətini ön plana çıxarır. Natiq Məmmədli vurğulayıb ki, media şəhərsalma təşəbbüslərinin obyektiv çatdırılmasında, ictimai fəallığın artırılmasında körpü rolunu oynayır. Sessiyanın sonunda VUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən media nümayəndələrinə Bakı Olimpiya Stadionunda tədbir zamanı fəaliyyət göstərəcək media mərkəzi və media imkanları barədə ətraflı məlumat verilib. Qeyd edək ki, silsilə xarakter daşıyan məlumatlandırma sessiyaları VUF13 tədbirlərinədək mərhələli şəkildə təşkil ediləcək.